Bəli, hörmətli izləyicilər, təməli yeni qoymuş körpünün siftəsini elədik. Cənab Prezidenti gözləmədik ki, gəlsin qırmızı kirliyini kəssin. Ona görə də bu bir daha bizim analog olmayan inkişafımızı göstərir. Bu bir daha bizim hökumətimizin əsl üzünü göstərir. Ona görə də biz bu cür inkişafı sizlərə çatdırmalıyıq. Məncə hökumət tərəfindən vətəndaşlara olan əsl qayğıdır. Yəni, bu cür körpülər heç bir ölkədə olmur, amma bu körpülər hökumət tərəfindən xüsusi olaraq bizim vətəndaşlarımız üçün tikilir ki, onlar rahat yağışda gedib gələ bilsinlər. Bax, indi biri də yeni körpü açılır. Taxtadan. Nə deyək valla? Həmişə yeni körpülərimiz olsun. Həmişə bu cür inkişafımızı görək, bu cür inkişafımızı göz götürməyən düşmənlərə isə ar olsun. Ay qaqa, bu körpünü dağıtmadı heç olmasa. Hə. Sağ olun, kömək.